Hər birinizə salam. Mən Mütəllif Muxtarlıyız. Gəlişmə gedən yol kanalının sahibi. Bugün sizə 2005-2026 hər ilin əvvəli olub da başlanğıcında olan YouTube kanallarının bağlanma səbəblərini deyəcəm sizə. Riski ola bilər ki, məndə də, sizdə də kanallarınız bağlanmış ola bilər. Bu arada onda mikrofon kimi tutmuşum əlində. Yəni sizə başa düşməyək. Dostlar, bu nə deməkdir? Və ondan əvvəlcə gəlin danışaq ki, mən bu vaxta qədər niyə video atmırdım? Demək olar ki, 2 həftə yaxın video atmamışdım. Və mən özüm videolarımda demişdim ki, 2 gündən bir, 3 gündən bir video atın. Amma bunu deyən kişi 2 həftə video atmır. Qısa da dostlar, mən həm telefonumu dəyişdim. Bundaydı, bundan dəyişdim, keçdim buna. Telefonumu dəyişdim, həm də ki, Gmail'imi itirmişdim. Onu da bilmirəm necə bacardım. Telefonu dəyişəndən sonra yəqin kod zat temasına görə itirdim, amma təzədən bu telefonu düzəltdirib açdırdım. Bundan görə ondan sonra çıxdım və bu video gəldi. YouTube gördüm, paylaşıblar ki, belə şeylər ola bilər. Mən dedim, sizə də demək istədim. Bu necə ola bilər? Burada yəni qısaca demək istəyir ki, kanallarınızı bağlama səbəblərindən biri də odur ki, 100% botdan ibarət olmaq. YouTube bu dəqiqə dünya hal-hazırda robotlarla, AI ilə bir yerdə doğudur. Bunu YouTube'un özü də qəbullanır. Məcburdur, çünki dünya bunu qəbullanıblar. Ki, robot AI-ya gedir də dünya. Avtomatik insansız varlıqlar gəzməyə başlayır. Robotlar gəzirlər, icad edirlər. Yəni Marsa getməyə fikirləşirlər. Buna görə də YouTube buna məcburdur. Amma bir şey var. İnsan gözü o qədər çönüb ki, izlənməyə görə bot basıda deyil. YouTube da bunu istəmir. Məsələn, ChatGPT-dən gedib mətni almışsınız. Siz bunun hamısını götürüb kopyalayıb yapışdırıb edə bilmərsiniz. İnsan olduğunuzu göstərmək üçün orada bəzi yerlərə öz fikirlərinizi yazmalısınız. %100 robotsa, bunun heç olmasa %30'un, %40, %50'sini siz yazmalısınız ki, YouTube buna bir söz deməsin. Tapsam acaba göstərəcəm YouTube hesabı bağlanmış bəzi insanların adlarını, YouTube kanallarını adlarını qoyacağım. Ki, mənim bildiyim 2 dənə, 3 dənə kanal, hətta 10 min abunəsi olan bir kanal da bağlanıb. Niyə? Çünki və belə bir şey də var ki, dostlar, məsəl üçün siz mənim üzümü götürüb neçə 10 dəqiqə, 1 saatlıq videoları paylaşırsınız. Bu telif haqqı üçün bir şey ola bilər. Məndən icazə almamışsınız, amma sən onu paylaşırsan. Bu belə bir şey ola bilməz, qadağandır. Bağlama hesabına sayıla bilər. Sən acaba bu videonu ChatGPT-dən götürmüsənsə, onun %30-40, heç olmasa 50%-in özün yazmalısan. %100 ola bilməz. Bu video YouTube görəcək ki, YouTube üçün o 2 saniyə, 0 saniyə alan bir şey deyil. Görəcək ki, mətin, o dəqiqə bilinəcək ki, bunu özün yazmalısan. Heç olmasa burada %30-40%-i özün də yazmalısan ki, YouTube onda bir söz deməsin. YouTube kanalının bağlama səbəblərindən biri də bu idi, ən böyük. Çalışın videolarınızı özünüz düzəldib, özünüz yazın. Kömək alın, amma hamısını eləməyin. Alsan acaba hesabsız bağlama səbəblərindən biri ola bilər. İnşallah bu videonu atandan sonra sabah yox bir üçün bir yana atmağa çalışacağım. Olmadı sabah. Sabah çalışma atamayacağım çünki sabah məşqələ 11-ci sinif olduğum üçün buraxılış var. İnşallah dostlar, bacardığım qədər tez video atacağım. Və Erkan Korkçu, ondan Allahın dəstəyi. İnşallah bu yaxınlarda onun e-kitabını satın alıb, istəyirəm hamımız bir yerdə onu oxuyub öyrənək. Mən pulu ilə alacağım, sizə pulsuz öyrətməyə çalışacağım. Nə yazsam onu eləyəcəm. Görək qarşılığında nə alacağım. Videomuz bu qədər idi. İstəyirəm ki, videonu sevə-sevə izləyəsiniz və takip atıb abunə olmağı da unutmayın. Videoya like atın, heç olmasa 10 like atar. Biraz buna qədər idi. Çalışın, botdan çox istifadə eləməyin, özünüz olun. Sağ olun.